92 və 44 günlük gedən döyüşlərdə könüllü və iştirak etmişəm. Hər ikisində ağır bədən xəsarətləri almışam. Qarabağ qazisi, pul ilə deyil, mənim övladımı işlə təmin edin. Necə ki, digərlərini işlə təmin etdiniz. Mən sədəqə istəmirəm, ədalət istəyirəm. Övladım işdən azad edildi. Onunla birlikdə işdən çıxarılan digər şəxslər sonradan yenidən işlə təmin olunduqları halda mənim övladım işsiz qaldı. Laçın su meliorasiya sistemlərinin istismarı idarəsi Laçın rayonuna köçürüldükdən sonra həmin idarədə çalışan və Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan işçilər yaşayış yerlərinə uyğun olaraq Ağcabədi su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən işlə təmin edilməliydilər. Lakin bu mənim övladım üçün tətbiq olunmadı. Bu barədə media qrupumuza 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçısı, Laçın rayonunun Vağazin kənd sakini İsmailov Yusif Əloğlu məlumat verib. O bildirir ki, vətən uğrunda göstərdiyi fədakarlıqlar nəzərə alınmayıb. Bir Qarabağ qazisinin ailəsinin dolanışığı, övladının dərman xərcləri belə diqqətdən kənarda qalıb. O, üzləşdiyi haqsızlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevə müraciət edərək kömək göstərilməsini xahiş edir. Laçın rayon Vağazin kənd sakini İsmailov Yusif Əloğlu. Mən 1-ci və 2-ci müharibə iştirakçıyam. 92 və 44 günlük gedən döyüşlərdə könüllü və iştirak etmişəm. Hər ikisində ağır bədən xəsarətləri almışam. Travma, ağır bədən xəsarəti. Mən fəal iştirak etdiyimə görə bu medalları 44 gün gedən döyüşlərdə mənə veriblər. Cənab Prezidentimiz tərəflərindən. Ona görə ki, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. Şikayətim onunla bağlıdır ki, mənim oğlum su idarəsində işləyirdi. Laçın su idarəsində. Laçın su idarəsini təhvil verdilər Ağcabədiyə. Asəm müəllimə mən müraciət elədim ki, mənim oğlumu da işə götür. 200 nəfər işdən çıxarılmışdı. Onlar 10% qaldı. Siftə dedilər iş yoxdur. Amma mənim övladımla əlaqədar çıxanların hamısı qayıtdı işə. Amma mənim müraciət elədim ki, bir qaziyəm, mən 2 müharibədə iştirak eləmişəm. Dedi ki, onun mənə aidiyyəti yoxdur. Dedim, Cənab Prezidentimizin fərmanı vardı ki, ona görə ki, şəhid ailələrdir, qazilərdir, veteranlardır. Dedi, onun mənə aidiyyəti yoxdur. Mümkün deyil, harada istəyirsən get. Cənab Prezident, sizdən xahiş edirəm ki, mənim oğlumun bəhv olunmasına, Cənab Mehriban xanım, sizdən xahiş edirəm ki, mənim oğlumun bəhv olunmasına, işlə təmin olunmasına, onun aldığı 400 manatla, o mənim də dərmanımı alırdı, özünün də dərmanı alırdı, onun da xəstəliyi var, onun da naxoşluğu var. O, hər ikimizin dərmanını alırdı. İndi böyün qalmışıq belə, heç bir vəziyyətdə dolanışığımız çətinləşib. O nə dərmanını ala bilir, nə mənim dərmanımı da deyir. Xahiş edirəm, ona görə bizə köməkdarlıq edib, bəhv olunmasını xahiş edirəm. Mənim də ki, görürsünüz, cənab Prezident, bu qədər yatdığım, xəstəlik, kağızım, yaralanma, sağlamlığım gedibdir. Xahiş edirəm, ona baxasın.